Mahsun Kimya kanalından hər birinizə salamlar. Baxacağımız mövzu alkenlər və alkadenlər olan hissəsidir. Baxacağımız suallar isə videonun aşağısında, yəni açıqlama bölməsində, qarşısında videonun hansı hissəsində başlaması da olmaqla ayrıca verilmişdir. Oradan keçid edib istədiyiniz suala baxa bilərsiniz. Baxacağımız ilk sual 36-cı sualdır. Sualda nə deyir? CnH2n-2 formuluna uyğun alkadenlə maksimum neçə mol xlor birləşmə və əvəz etmə reaksiyasına daxil ola bilər? Biz bilirik ki, alkadenlər doymamış karbohidrogenlərdir. Buna görə də onlar doymamış vəziyyətdə əvəz etmə reaksiyasına daxil ola bilməzlər. Yalnız o zaman əvəz etmə reaksiyasına daxil ola bilərlər ki, onlardakı o boşluq, hansı ki orada 4 atom qədər boşluq var, o dolsun və nəticədə doymuş karbohidrogen halına keçsin. Bundan sonra artıq əvəzləmə reaksiyasına daxil ola bilərlər. Alkadenlərdə 2 pi rabitəsi vardır ki, bu rabitələrin hər biri qırılanda 1 mol xlor birləşdirə bilər. Bizdə isə 2 mol pi rabitəsi olduğundan 2 mol nə birləşdirər? Xlor birləşdirər. Bu dediklərimizi nəzərə alaraq yazaq. CnH2n-2. Bunun üzərinə gəlsəm 2 mol xlor 2. Nə alınacaq? CnH2n-2 xlor 4. Gördüyümüz kimi artıq bu doymamış karbohidrogen hansı hala keçdi? Doymuş hala keçdi. Bundan sonra xlorla baş verən reaksiya artıq əvəzləmə reaksiyası olacaq. Bu əvəzləmə reaksiyası da nə ilə nə arasında gedir? Xlorla hidrogen arasında gedir. Buna görə də hidrogenin sayına uyğun xlor nə edə bilər? Əvəzlənə bilər. Hidrogen sayı burada nə qədərdir? 2n-2 qədər. 2n-2 qədər xlor nə edir? Əvəzləmə reaksiyasına daxil olar. İndi biz bayaq da 2 mol xloru nə etmişdik? Birləşmə reaksiyasına daxil etmişdik. Ümumilikdən nə qədər xlor olacaq artıq? Bunun üzərinə bu burada olan 2-ni gəlsəm, bərabər edəcək. Bununla bu gedir 2n-ə. Deməli, alkaden əvəzləmə və birləşmə reaksiyasına ümumilikdə 2n qədər xlorla daxil olacaq. Cavab variantımız da buna uyğun olaraq B variantı olacaq. Sual 58. Sualda nə deyir? Qarışıq verilmişdir, mol sayı verilmişdir, tam yanmasına sərf olunan oksigenin mol sayı verilib və qarışığın kütləsi bizdən soruşulur. İlk növbədə yanma reaksiyasını yazmaq lazımdır. Sadəcə mən yanma reaksiyasını başdan sona qədər deyil, yalnız mənə lazım olan hissəni, yəni karbohidrogen ilə oksigenin mol sayı yazılan hissəni yazacağam. Bizə nə verilib? Bizə deyilir ki, bunların başlanğıc mol sayı 5-dir. Əgər mən düşünsəm ki, bu 2A qədər reaksiyaya daxil olub, deməli, bu nə qədər reaksiyaya daxil olacaq? 5-2A qədər. Düzdürmü? İndi əgər bu aşağıda C4H6 2A qədər reaksiyaya daxil olarsa, oksigen nə qədər reaksiyaya daxil olacaq? Baxın, 2-yə 2-dirsə, 11-ə də necə olacaq? 11. Yəni 11A qədər. Bəs yaxşı, buradakı, yuxarıdakı oksigen nə qədər reaksiyaya daxil olacaq? Baxın, bu 1 mol girəndə oksigen 3 mol girir. Yəni 3 vurulsun 5-2A qədər reaksiyaya daxil olacaq. Düzdürmü? İndi mənə nə deyir? Deyir ki, tam yanmasına sərf olunan oksigenin mol sayı 20-dir. Yəni, bunun cəmi 20 etməlidir. İndi bunu yazıb A-nı tapaq. 15 çıx 6A üstəgəl 11A bərabərdir 20. 15 üstəgəl 5A bərabərdir 20. A neçəymiş? A bərabərdir 1. İndi aldığım bu A-nın qiymətini yerinə qoysam, yəni gətirib bura və buraya qoysam, mənə nə verəcək? Qarışığın kütləsini. Niyə? Çünki mol sayına uyğun olaraq maddənin kütləsini hesablayacağam və nəticədə qarışığın ümumi kütləsini ortaya çıxaracağam. Demək, burada 3 mol nə var imiş? C2H4 var imiş. 2 mol da C4H6 var imiş. İndi bunların kütləsini ümumi hesablayaq və qarışığın kütləsini çıxaraq. C2H4-ün kütləsi 1 mol üçün 28 qramdır. C4H6-nın kütləsi isə 1 mol üçün 54 qramdır. İndi düşünsək ki, C2H4-dən 3 mol, C4H6-dan isə 2 mol var idi.
Ümumilikdə kütlə nə qədər edəcək? Kütlə edəcək 3 vurulsun 28 üstə gəl 2 vurulsun 54. O da bərabərdir 192. Deməli, ümumi kütlə nə qədər imiş? 192 qram imiş. Sual 59. Sualda nə deyir? Müəyyən bir qarışıq verilib, eyni zamanda qarışığın hidrogenləşməsindən bəhs olunur. Deyir ki, qarışığın tam hidrogenləşmə reaksiyasının qrafikinə əsasən Y-i hesablayın. Gördüyümüz kimi, hər iki karbohidrogen C4H8 və C4H6 doymamış karbohidrogenlərdir. Bu nə deməkdir? Bu o deməkdir ki, bunların hər ikisi hidrogenləşəcək. Yəni, bunların hər ikisinin reaksiyasını yazmalıyam. İndi reaksiyanı yazaq. Reaksiyanı yazdığıma görə, buradan o nəticəyə gəlirəm ki, reaksiyaya daxil olan karbohidrogenlər 1 mol götürülərsə hər birindən, hidrogenin daxil olduğu mol sayı bunlardan çoxdur. Bu nə deməkdir? Bu o deməkdir ki, yuxarıdakı hansı ki qrafikdə bizə 32 rəqəmi verilib. Baxın, bu 32 girən hidrogenin mol sayıdır. Burada göstərilən Y və X isə karbohidrogenlərə aiddir. Yəni, ya C4H8-ə ya da C4H6-ya aiddir. İndi verilənlərə əsasən hesablayaq görək nə qədər karbohidrogen reaksiyaya daxil olub. Düşünsək əgər ki, C4H8-dən A mol reaksiyaya daxil olub, reaksiyaya daxil olan hidrogen nə qədər olacaq? A qədər. Niyə? Çünki baxın, 1-in 1-ə nisbətdir. Deməli, alınan maddə də nə qədər olacaq? A qədər. Düzdürmü? İndi düşünsək əgər B mol C4H6 reaksiyaya daxil olub, bu zaman hidrogen nə qədər reaksiyaya daxil olacaq? 2 dəfə çox. Niyə? Çünki əmsalında 2 var. Olacaq nə? 2B. Bəs yaxşı, alınan maddə nə qədər olacaq? B qədər. Buranı yazdım. Daha sonra mənə verilənləri yerinə qoyub cavabı tapmağa çalışaq. Baxın, deyir ki, 32 mol reaksiyaya daxil olan hidrogendir, alınan isə 24 mol karbohidrogendir. Qrafikdə bayaq dedik ki, 32 nəyə aid idi? Hidrogenə aid idi. Yəni, A ilə 2B-nin cəmi 32 olmalıdır. Bəs yaxşı, qrafikdə olan 24 nəyi göstərir? 24 alınan ox qrafikdə 0-dan başlayıb və 24-ə doğru gedib. Yəni, reaksiya məhsulunun mol sayıdır. Bu nə deməkdir? A ilə B-nin də cəmi nəyi verəcək? Yəni, A ilə 2B-nin cəmi bayaq dediyimiz kimi A plus 2B olacaq 32. A ilə B-nin cəmi isə olacaq nə? A plus B olacaq 24. İndi mən nə edəcəm? Bunlardan istifadə edərək A ilə B-nin nə qədər olduğunu tapacam. Bunu da necə edərəm? Baxın, bunu yendirərəm burada aşağı. Yəni, A plus 2B bərabərdir 32-dən. Çıxacam nəyi? A üstə gəl B bərabərdir 24-dür. Bununla bu gedir. Bununla bu gedəndə nə qalır? Bir dənə B qalır. 32-dən də 24 çıxanda qalır 8. Deməli, B neçə imiş? B 8 imiş. İndi bu aldığım B-ni burada yerinə qoysam, A neçə olacaq? 16. Düzdürmü? A 16-dır, B də 8. A-nın yerinə yazıram 16, B-nin də yerinə yazıram 8. Düzdürmü? İndi baxın, 32-dən sonra Y və X arasında müəyyən bir sərhəd var. Yəni, Y-in mol sayı X-in mol sayından daha çoxdur. Bu nə deməkdir? Y yuxarıda olan mol sayı olacaq. Yəni, 16. Sual 60. Sualda nə deyir? Kumulə edilmiş alkadendir. 1 molunda karbon-karbon arası bir qat rabitələrin ümumi enerjisi 1050 kilojoldur. Düzdürmü? Daha sonra deyir ki, karbon-karbon arası rabitənin özünün 1 molunun enerjisi 350 kilojoldur. Bu nə deməkdir? Yəni, burada 1050 böl 350, o da bərabərdir 3. 3 mol karbon arası nə var? Rabitə var. Hansı rabitə var? Təkqat rabitə var. Karbon-karbon arası təkqat rabitələrin sayını tapdığıma görə nə edirəm? Artıq alkadenin ümumi quruluşunu yazıram. Baxın, kumulə edilmiş alkaden deyir. Kumulə edilmiş alkaden deyirsə, quruluş bu şəkildə olacaq. Düzdürmü? İndi mən buna nə birləşdirəcəm? Baxın, 3 mol təkqat rabitə. 1, 2, 3. Belə. Daha sonra molekulda rabitələrin ümumi sayını istəyir. Onu necə eləyərəm? Baxın, burada onsuz da 2 dənə rabitə var. Burada 1 rabitə var. Burada 2, burada 2, burada isə 3 rabitə olacaq. Belə rabitələr sayı da bilərəm. Yəni 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17.
Bu şəkildə saya da bilərəm və yaxud da ki, alkadenlərdə rabitələrin ümumi sayının tapılması düsturundan istifadə edirəm. O da necə idi? 3n çıx 1 düsturu idi. Burada n neçədir? 1, 2, 3, 4, 5, 6. 6-dır. Yəni 3 vurulsun, 6 çıxılsın 1. O da bərabərdir 18 çıx 1, 17. Yenə eyni cavabı aldıq. Sizin üçün hansı rahatsa onu da istifadə edərsiniz. Belə, cavabımız nə olacaq? 17. Beləliklə, gəldik, çatdıq artıq videomuzun sonuna. Əgər siz də bizimlə hazırlaşmaq istəyirsinizsə, yuxarıda göstərilən nömrəyə və yaxud Instagramda Masum Kimya kanalının direkt bölməsindən bizimlə əlaqə saxlaya bilərsiniz. Hələlik, görüşənədək.